Salam əziz şagirdlər. Bugün Riyaziyyat 6-cı sinif dərsliyindən yeni bölməyə başlayırıq. 9-cu və ilin son bölməsidir. Deməli, bu bölmədə biz nələri öyrənəcəyik? Bölmə ümumiyyətlə statistika və ehtimaldan bəhs edir. Bu bölmədə biz ədədi məlumatları, median və modasını tapmağı öyrənəcəyik. Təsadüfi, yəqin və mümkün olmayan hadisələri fərqləndirməyi öyrənəcəyik. Hadisənin tezliyini və ehtimalını tapmağı öyrənəcəyik. Verilənləri dairəvi diaqramda faizlə göstərməyi və nəhayət xətti diaqramda verilənləri artma və azalmasını faizlə ifadə etməyi. Ümumiyyətlə bu bölmə proqnozlaşdırma, məlumatların təsvir edilməsi, o xəbərlərdə gördüyümüz böyük cədvəllər və yaxud da ki, nə bilim, hava proqnozları, bunların hər birini necə öyrənirik, necə dərinliklərinə gedirik, biz bunlardan ibarət bir bölməni işləyəcəyik. Yəni ancaq ki, məlumatların göstərilməsi bununla bağlıdır bölməmiz. Gəlin başlayaq. İlk dərsimiz səhifə 100-dən başlayır. İlkin yoxlamadır. Bu daha çox keçmiş illərdə keçdiklərinizdən ibarətdir. Getdik. Birinci sualımız bizə deyir ki, verilən ədədlərin ədədi ortasını tapın. Yadımıza salırıq, ədədi orta 5-ci sinifdə keçirilir. Ədədi orta nə idi? Ədədi orta ədədlərin cəminin onların sayına nisbəti idi. Aha, qaydamız budur. Bu çalışma üçün qeydimiz budur. Qeyd eləyək və başlayaq. Bu nə idi? Daha doğrusu ədədi orta. Ədədi orta. Düstur olmasa, qayda olmasa riyaziyyat öyrənilə bilməz. Hər bir şeyin özünün qaydası var. İndi bizə deyir ədədi orta. Baxaq, birinci sırada bunları cəmləyək. A variantı. 12, üstə gəl 14, üstə gəl 20, üstə gəl 30. 20 ilə 30, 50, üstünə 14 gəldi, 64. Bu da 26, üstünə də 12 gəldi, 76. 26, 46, 76. 76. İndi 76-dırsa, bunun neçə ədəddən ibarətdir sıra? 4 dənə ədədimiz var. 76-nı da bölürük 4-ə, eləyir 19. Deməli, ədədi ortamız 19-dur. B variantı. 23, üstə gəl 27, üstə gəl 31, üstə gəl 15 bərabərdir. Toplayaq. 23 üstə 37 gələndə 23 üstə 27, 50, üstünə 31 gələndə 81, üstünə 15 gələndə 96. Deməli, 96 bölünsün 4-ə. O da eləyir 4-ə də daxı 1, 2, 3, 4. 10 yox, 24 eləyəcək. C variantı. Aha, burada artıq 5 ədəddir. 32, üstə gəl 35, üstə gəl 43, üstə gəl 45, üstə gəl 65. Bərabərdir. 32 ilə 35 toplayanda 67, bunları da toplayanda 88. Bu 67 ilə 65-i toplayanda 132, 132-nin də üstünə 88 gələndə 0, 13, 8, 11, 12, 220. Aha, cəmi verdi 220. İndi bu 220 verəndən sonra neçədən ədədimiz var? 5 dənə ədədimiz var da, düzdür? Bölürük 1, 2, 3, 4, 5. Bölürük 5-ə. Eləyir 44. Gəldik D variantına. Deməli, 125, üstə gəl 275, üstə gəl 230, üstə gəl 370, üstə gəl 270, üstə gəl 230. Uşaqlar, bunu da özünüz cəmləyərsiniz. Demək, burada neçədən ədəd var? 1, 2, 3, 4, 5, 6. 6 dənə rəqəm var. Toplayın, aldığınız müəyyən bir ədəd almayasınız. Onu da böləcəksiniz 6-ya. Da mən bunun üstündə durmuram. Keçək ikinci suala. Nömrə 2. Cədvəldə usta əlinin il ərzində qazandığı pulların manatla verilib. Bizə cədvəli görürük. Baxın, 12 aylıq pul cədvəli görsənir. Aha, indi bizdən nə istəyir? Baxaq. Deyir ki, A variantı, daha doğrusu birinci sualı. Usta əlinin birinci yarımil yanvar və iyun, ikinci yarımil iyul, dekabr üzrə orta aylıq qazancları nə qədər oldu? Hansı yarımildə usta daha çox qazanc əldə eləyib? Deməli, baxın,
Bizə birinci deyir, birinci yarım il. O da elə bil ki, yanvardan iyuna qədər 6 aylıq məsafədir. Biz bunları toplayaq. A variantı. Yəni birinci sual. Birinci yarım il. Bax, yazıram bir yarım il. Aha, birinci yarım ildə nə qazanıbdı bu adam? Yanvarda qazanıb 1100. İstə gəl 1200. İstə gəl 1300. İstə gəl 1500. İstə gəl 1400. Və nəhayət iyunda 1450 manat. Gəlin görək bu aylar ərzində nə qədər qazanıb. Bunu indi kalkulyatora da yazım. İstə gəl 1300. İstə gəl 2850. Bunların hamısını cəmləyəndə. Aha, 7950 eləyir. 7950. 9'du bu. İndi biz burada neçə aylıq götürdük? 6 ayın qazancını götürdükdə onda 7906'ın da 50'ni də bölürəm 6'ya. O da eləyir 1325. Bunu atdım qırağa. Bu bilirsiniz nədir? Bu bizim orta qazancımız. Yəni bu ortalama 1325 qazancı olub. Amma nə vaxt? Birinci yarım ildə, yəni yanvardan iyuna qədər. İndi bizə cədvəlin ikinci hissəsi maraqlandırır. Bu hissədə görürsünüz maaşları artıbdı elə bil. İndi gələk ikinci yarım il hesablayaq. İkinci yarım il 1500 1700 1800 üstə gəl 1600 üstə gəl 1900 iyul, avqust, hansını unuttum. 1600, 1900, 2000. Elə bil ki, hər ay 100 manat qaldırıbdı. İndi gəlin başlayaq toplamağa. 15, elə toplayıb 0 atacağım. 17, 10, üstə gəl 18, üstə gəl 16, üstə gəl 20 və 19. Bu ay ərzində 10.500 qazanıb. İndi həmin bunu da bölək 6 aya. O da eləyir 1750. Yenə 6 aylıq göstərici daxil. Oldu 1750. Deməli, birinci yarım ildə bura qədər ortalama 1325 qazanıb. Bura qədər də ortalama 1750 manat qazanıb. Gəlin ikinci sualımıza, B variantı. Deyir ki, usta əlinin il ərzində orta aylıq qazancı nə qədər oldu? İndi orta aylıq il ərzində deyəndə artıq biz bunları toplayıb 12'yə bölməliyik. O da bayaq 6 toplamışdıq da, 6'sını toplayanda 7950 eləmişdi. Bu biri 6'sını toplayanda 10500 eləmişdi. Bunları toplayıb 12'yə bölə bilərik. O da eləyəcək 10500 və 7950'ni cəmi eləyir 18450. Onu da böləndə 12'yə eləyir. Tam düşmür. 1537 manat yarım. Deməli, il ərzindəki orta qiyməti, orta maaşımız bu qədər olub. Bu da qurtardı. Keçdi 3-cü suala. Deyir ki, nömrə 3. Velosipedçi ilk 2 saatdə 12 km/saat, növbəti 2 saatdə 15 km/saat sürətlə hərəkət etdi. Onun 4 saat ərzində orta sürəti nə qədər oldu? Gəlin baxaq. Bu nə gedibdi? Deməli, 2 saat 12 gedib. Birinci saat 12, ikinci saatdə 12. Sonra növbəti 2 saat, yəni 3-cü və 4-cü saatlarda isə 15-15 gedibdi. Düzdürmü? 12-12, 24, 15-15, 30. 4 saat ərzində nə qədər gedib? 4 saata bu adam 54 kilometr yol gedibdi. Bizə də orta sürət deyir deyə. V ayağında orta yazıram. Yəni orta sürət. Yolu, yəni 54'ü bölürəm zamanı. Bunun üçün bir dənə düsturumuz var, onu deyim. Orta sürət V orta. Sürəti bilirsiniz, aşağı sinifdən V hərfinə işarə edirlər. Gedilən ümumi yolun S yol yazıram. T zamana bölünməsi ilə tapılır. T zaman. Qısa yazıram. Zaman ya da bütöv yazıram. İndi
Bu şəkildə yazacağıq. Bundan istifadə edirik. İndi 54'ün içində 4 tam bölünmür. 52 bölünür 13 dəfə. O da 13 yarım olacaq. İndi velosipedçi həmin məsafəni 3 saata geri qayıtmaq üçün hansı sürətlə hərəkət etməlidir? Məsafəmiz dəyişmir də. Yenə də 54 kilometr. İndi 54'ü biz 3 saata getmək istəyiriksə, sürəti qaldırıb 18 kilometr etməliyik. Kilometr bölü saat. Bu da oldu ikinci misalın həlli. Yaxşı. Yəni ikinci bəndinin həlli. Bura B yazdıq elə bil ki. Gəldik 4-cü suala. Nömrə 4. Stolu diaqramda tədris ilinin ilk 4 ay ərzində məktəb yeməkxanasındakı tədarük edilən meyvənin kütləsi verilib. Məktəb yeməkxanasında bir ay ərzində orta hesabla neçə kiloqram meyvə tədarük edilib? Məlumatları dairəvi diaqramda təsvir edin. Yaxşı, deməli, sentyabrda olub 180. İstə gəl. Oktyabrda olub 120. Sonra noyabrda olub 140. Ən çox dekabrda olubdu. Və dekabrda olub 240. Toplayaq. 300, 440, 680. Aha, bu bizim 4 aylıq menyumuz. Yəni 4 aylıq tədarük edilən meyvədir. İndi gəlin bunu bölək 4-ə. 684'e bölündü 100. Bir dəfə 4 dəfə 2, 28, 70, 170. Deməli, bizim orta hesabla oldu 170. İndi deyir ki, bunu diaqramda təşkil edin. Deməli, təqribi diaqram çəkə bilərik. Sentyabr ayı, baxın, faiz lazımdır artıq bizə. Sentyabr ayı nə qədər olub? 180 olub da. Ümumi meyvə tədarükü nə qədərdir? 680. Bölürəm 680-ə. Vururam 100%'e. Bugün bir də təzədən toplayayım, görüm düz topladım. 180 üstə gəlsin 140. 120 üstə gəl 140, üstə gəl 240. Hə, düz toplamışıq 680. İndi bunu hesablasaq. 180'i bölüb 680'ə vuraq 100%'e. 180 bölünsün 680 vurulsun 100%. Buna biz təqribi ayırmalıyıq 26,5%. Bu bizim sentyabrımızdır. Sonra gəldik oktyabr. Oktyabrda 120'dir. 120'ni bölürəm 680'ə. Vururam 100%'e. 120 bölünsün 680 vurulsun 100%. Əgər bu ixtisar olan rəqəmlər olsaydı bunu biz özümüz eləyə bilərdik. 17,6%. Gəldik noyabr. Noyabr ayında 140 idi. 140'ı 680'e bölürəm və vururam 100%'e. 140 vurulsun, bölünsün 680 vurulsun 100%. O da eləyir 20,5%. 20,6% hardasa. Gəldik dekabr. Dekabr çox olacaq. 240 bölünsün 680 vurulsun 100%. O da eləyir 35,3%. Eyni qayda ilə də 240 bölünsün bu qayda ilə. İndi bir dənə qəşəng bir çevrə çəkək. Aha. Baxın. Bura fərz eləyək ki, bu elə yarımdan bircə damcı çox. 4'də 1. 100'ün 4'də 1'i 25'dir də. Bundan biraz çox. Bax. Elə bir ki, deyənin. Bundan çox az cüzi fərq eləyirəm. Elə bir ki. Belə. Bu olsun sentyabr ayı. 26% yarım. 26,5. Sentyabr. Şimdi bu da oktyabr. Bir de dekabr eləyək. Dekabrda 35%'dir. Hardasa bundan lap çox. Bu olsun 35,5. 3. Bu olsun dekabr. Biri olsun 20%. Niyedir? Mən təqribi çəkirəm. Əslində transport edəcək məhz bunu. Bu olsun 20,6.
Noyabr. Noyabr. Bu da olsun oktyabr. En balaca 17%. 17,6. Bu da oldu oktyabr. Bunun arasını farklı renklerle renkleyərsiniz. Bu biri, bu biri. Bu sentyabr. Bu noyabrımız. Bir tane de dekabrda çəkək. Bu da biri. İşte bu da oldu bizim dairəvi diaqramımız. Təqdim etdik. İndi gəlin baxaq 5-ci suala. Deyir ki, 50 şagirdi asudə vaxtında hansı işlə məşğuliyyət üstünlük verərdin sualı ilə müraciət olundu. Diaqramda sorğunun nəticələri təsvir edilib. Sorğuda iştirak edənlərin 56%, 20%, 14% və 10 kimi bölündü. Hər məşğuliyyət üzrə şagird sayını tapın. Baxın, ümumi neçə şagirdimiz var? Nömrə 5. Ümumi 50 şagirdimiz vardı. Yəni bu çevrənin tamamı bizə 50 şagirdi verməlidir. İndi hər məşğuliyyət üzrə aha. Bu mütaliə görürsünüz ki, ən böyüyü də burada da əlimizdə 4 dənə faiz var. 56%. Yəqin ki, mütaliə 56% olar. Çünki ən böyüyü buradır. Yazaq bura 56%. Sonra 20% televiziya olar. Sonraki böyük budur. Sonra 14% kompüter və 10% musiqi. İndi gəlin hər bir faizini tapaq. 50-ni vuraq %56-ya. Mütaliəni tapmaq üçün. Getdi 2 dəfə, getdi 1 dəfə. 56-nı 2-yə bölündə 28. 28 nəfər. Bu oldu mütaliə. Keçdik 56-nı televizorun neçə faizdir? %20. Yenə 50-50-yə 1 dəfə, 150-yə 2 dəfə. 20-də 2-yə bölündə 10 nəfər televiziya, TV yazıram. Sonra 14%, 50 vurulsun %14. Bu yenə 2% gedəndə qalır 7. Bu oldu kompüter. Komp. Bir də qaldı 50-ni vururuq %10'a. O da eləyir 2'də 1. Yəni 5 nəfər. Bu da oldu musiqi ilə məşğul olanlar. İndi fikrin düzgün davamını seçin. Təsadüfən seçilmiş bir şagird mütləq musiqi ilə məşğul olacaq. Mütləq musiqi ilə məşğul olacaq deyə bir şey yoxdur. Bu getdi. Deməli, burada əgər bizdə fərqli məşğuliyyətlər varsa, mümkünatı yoxdur ki, bundan çıxan bir adamın musiqi götürüm. Ola bilər ki, mütaliə ilə məşğul olur və ya kompüteri sevir və yaxud da ki, nə bilim, televiziya ilə məşğul olur. Bu doğru cavab deyil. Çox güman ki, mütaliə etməyi sevir. Aha, çox güman ki, o deməkdir ki, yəni ola da bilər, olmaya da bilər. Təbii ki, mütaliə burada bir seçimdir, ola bilər. Amma ola bilər televiziyada seçsin. Yəni ona görə burada güman ki sözü demək olar. Mütləq demək olmaz. Çünki mütləq o deməkdir ki, yəni ancaq bundan var. Başqa bir şey ola bilməz. Mütləq yox, amma güman ki, yəni ola bilər. Güman ola bilər. Güman fikirləri doğru olur. Bu doğrudur. Televizora baxması mümkün deyil. Niyə televizora baxması mümkün olmasın ki? Axı televizora baxan uşaqlar da var. Bəlkə mən bir adam çağırdım bu sinifdən. Ola bilər ki, bu insan televiziyaya baxan insan olsun. Niyə mümkün deyil? Mümkün deyil o deməkdir ki, heç yoxdur. Axı var bunun içində. Özdə bayaq tapdıq. Neçə adam da idi? 10 nəfər televizora baxır. Bəs biz bunları hara aparaq? Deməli, bu fikir də yanlışdır. Keçdik 6-cı suala. Nömrə 6. Məktəb kitabxanasında cəmi 600 ədəd olmaqla dərslik, bədii ədəbiyyat və ensiklopediya gətirdilər. Bütün kitabların neçə faizi ensiklopediyadır və onların sayı nə qədərdir? Aha, gəlin baxaq. 600 ədəd olmaqla dərslik, bədii ədəbiyyat 600 ədəd. Ümumi bizim, qoy mən də bunu bölməyə çalışım. Aha, 600-ün 4də 1-i ensiklopediyaymış. Gəlin baxaq. 600 vurulsun 4də 1. 604'e bölünen 150. Deməli bizim 150 dənə ensiklopediya var. Ensi yazırım. Sonra bədii ədəbiyyat 3də 1'dir. 600 vurulsun 3də 1. İxtisar gedəndə 200 kitab. Bu oldu ədəbiyyat. Bədii ədəbiyyat. İndi bunların sayını bilirik, düzdürmü? Amma bir də cəmini bilirik. Dərsliklər haqqında bir məlumatımız yoxdur, düzdür? Amma bilirik ki, ümumisi 600'dür. Onda 600'dən bu əlimdəkiləri çıxım.
600 çıxılsın 150 çıxılsın 200. Uy, 200. O da eləyir 350'nin çıxanda qalır yerdə 250. Deməli bu 250 kitab yerdə qalmır ha. Bu da bu dərsliklərindir də, düzdür? 250 kitab bizdə dərslikdir. Biz bunu tapdıq. Dərslik yox idi da, əlimdəkiləri çıxdım. Dərsliklər 250. İndi bizə deyir ki, bütün kitabların neçə faizi ensiklopediyadır. Aha. Hə, bizdən ensiklopediyanı istəyirmişik. İndi 4/1 deyil ensiklopediya. Baxın, ensiklopediya 4/1'dir. 4/1'i vursam 100'ə, hissədir də. Hissəni faizə çevirmək üçün nə edərəm? 100'ə vuraram. Getdi, o da elədi 25%. Deməli bu 25% olacaq. Ensiklopediya 25%. Sonra neçə faizi və onların sayı nə qədərdir? Neçə dənədir? Bayaq tapmışdıq. 150 dənə ensiklopediya var. 4/1, yəni 150 dənə. Sonra məktəb kitabxanasına neçə dərslik gətirildi? Dərsliyin sayını mən burada tapdım. Bu da ikinci sualın cavabıdır. Dərsliklər bədii ədəbiyyatdan neçə faiz çoxdur? İndi gəldi axırıncı sual. Dərslik 250 dənədir. 250 dənədir. Bədii kitab isə neçə dənə idi? Bayaq tapmışdıq onu da yuxarıda. Bədii ədəbiyyat, o da 200 dənə idi. Burada tapmışdıq, baxın. Aha, 250 budur, 200 budur. İndi deyir ki, bədii ədəbiyyatdan neçə faiz çoxdur? Nə qədər çoxdur? 50 vahid çoxdur da, düzdür? Həmin bu 50 kitabı bölürük bədii ədəbiyyatın sayına. Çünki deyir ondan neçə faiz çoxdur. Vururuq 100%. 100 100'ə 1 dəfə, 200 100'ə 2 dəfə. 50'ni də 2'yə böləndə 25% çox olar. 7-ci sual. Metal tor hazırlayan sexdə birinci gün 200, ikinci gün 300 və üçüncü gün isə 400 metal məhsul hazırlandı. İlk 4 gün ərzində gündəlik orta hesabla 350 metal tor hazırlanarsa sexdə 4-cü gün neçə metr məhsul hazırlanmışdı? Gəlin baxaq, görək əlimizdə nə var? Deməli, birinci gün 200, ikinci gün 300, üçüncü gün isə 400. Dördüncü gün nə qədər? Bilmirəm, x. Amma mən bilirəm ki, orta hesabla 350'dir. Orta hesabla 350, orta. İndi gəlin baxaq. Əgər orta hesabla 350 satılıb, hazırlanıbsa, bu 4 günlük məlumat deyil. Vuraq 4'ə. Görək bunun cəmi neçə metal hazırlanıb? 0, 22 hətta 1400. Deməli 4 gün ərzində cəmi 1400 metal hazırlanıbdır. İndi biz bu 3 günün məlumatını bilirik də. Yəni 1400'dən 4-cünü tapmaq üçün o 3'ünü çıxarırıq da. Birinci gün 200 idi. 300, 500, 900. Deməli 900 metal hazırlanıb 3 gün ərzində. Və 4-cü gün nə qədər hazırlanıb bilmirik. Amma nəticədə bilirik ki 1400 dənə hazır olub. Onda bizim 4-cü gün tapılanı çıxmaqla tapa bilərik. 1400'dən çıxaram 900'ü. O da eləyər 500 ədəd. Cavab oldu 500. İzlədiyiniz üçün sizlərə təşəkkür edirəm. Video faydalı oldusa rəy yazmağı unutmayın. Gələn dərslərə qədər. Hələlik.